Yuvarlaqlaşdırma zamanı ən böyük ədədi tapmaq üçün nə edirik? Müəllimə, ən böyük ədədi tapmaq üçün 49 gəlir üstünə. 9 gəlir. Bəli. 50-də çıxırıq. Bəs kiçiyini tapmaq üçün 50-də çıxırıq. minliklərdə? Müəllimə, 449 gəlirik, 500-də çıxırıq. Ay sağ ol. Oldu müəllimə, çox sağ olun. Keçdik Sağ olun. Güləbətin müəlliməyə. Bəli, müəllim, eşidirəm. Müəllimə, onluqlara qədər, yüzlüklərə qədər, yəni ümumiyyətcə yuvarlaqlaşdırma zamanı hansı rəqəmə baxmalısınız? Müəllimə, sağına baxmalıyıq da. Sağdakı Məsələn, rəqəmə. bizə desələr ki, hə, onluğa qədər, yenə də onluğun sağına baxıb baxacağıq ki, əgər 4-ə qədərdirsə ədəd, yəni sağındakı ədəd 4-ə qədərdirsə, Rəqəm. onu sıfırlamalıyıq. Biləcəyik ki, azalma getməlidir burada. Həmin ədəddə artma gedir, yoxsa azalma? Azalma gedir, müəllim. Azalma 5-dən gedir, yuxarı bəli. olanda artma gedir. Amma 5-5-dən yuxarıdakı rəqəmlər Bəli. gələrsə, onda artım olur. artma gedir. Elə bil ki, Bəli, bir onda ədəd ədəd verdik artacaq. bura, Bəli. ədəd artır. Ay sağ olun. Minliklərdə yuvarlaqlaşdırma zamanı ən böyük tapmaq üçün nə edirik? Müəllimə, ən böyük tapmaq üçün minliklərə qədər yuvarlaqlı 449 gəlirik ədədin üstünə. Ay sağ ol. Bəs ən kiçiyini tapmaq üçün? Ən kiçiyini tapmaq üçün 500 çıxırıq. 500 çıxırıq. Ay sağ ol. Yüzlüklərə qədər yuvarlaqlaşdıran zaman alınan məsəl üçün 200 ədədi almaq üçün neçə dənə ədədi yuvarlaqlaşdırmaq lazımdır? Yüzlüklərə qədər yuvarlaqlaşdıranda 200 Sayı almaq neçə üçün dənə olur onda? 99. 99 dənə. Bunun qaydası, yəni 100-dən nə çıxırıq? 1 çıxırıq. 1 çıxırıq. Niyə 1-i çıxırıq biz 100-dən? Müəllimə, elə bir ki, ədəd 100-ün özü yuvarlaq ədəd olduğuna görə istəyir 100 olsun, Ay istəyir sağ 30 ol. olsun, istəyir 40 olsun. Ədədlərin arasında bəli, yuvarlaq ədədi 100-ün olduğuna görə Təkliklərdə 9-a qədərdir. Çünki onluğun özü yuvarlaq olduğuna görə onun özünü çıxırıq, 9-a qədər yuvarlaq olur. Yüzlükdə də ki, həmin məsələn, ədədin yüzün özünü yuvarlaq çıxırıq. ədəd Ümumiyyətlə, olduğuna görə, yuvarlaq bəli, ədədi bir çıxırıq. təzədən yuvarlaqlaşdırmağa Özünü çıxırıq, ehtiyac yox. bəli. Həmin Yuvarlağın yuvarlaq özünü çıxırıq. ədədi o aralıqda olduğuna görə yüzlüklərdə də 1 çıxırıq, onluqlarda da 1 çıxırıq, Hamısından bir minliklərdə. çıxırıq. Yəni o Yuvarlağın yuvarlaq özünü çıxırıq, ədədi biz bəli. Yuvarlağın özünü çıxırıq, çıxırıq. yerdə qalan Bəli. artıq bilirik ki, yuvarlaqlaşma ədədidir. Yarısı kiçilməyə doğru Yaxşı. gedir, yarısı Onluqlar doğru olsun, yüzlüklər olsun, minliklər olsun. Fərq nəyə bərabər olur bunlarda? müəllimə elə sayına bərabərdir. 99-dursa elə fərq də 99-dur sayda. Aha, bəs minliklərdə? Elə minliklərdə də elə. Aha, neçə olur? 99 olur minliklərdə. Yox, 9999. Minliklərdə müəllimə. Müəllimə, 999. 10 minliyə getdim. 10 minlikdə o qədərdir. 10 minliyə Minliklərdə getdim, 999-dur. 999 minlikdə, 10 minlikdə 9999. Ay sağ ol. Sayla fərq. Bəs onluqlarda? Onluqlarda da ki 9. 9 olur. Sayla fərq bir-birinə bərabər olur. 567 desəm, yüzlüklərə qədər yuvarlaqlaşanda ədəd artacaq yoxsa azalacaq? 567. 7-dirsə bəli, artır müəllim. Artır. 5-in yanında 6 dayanır və bu da mərtəbəni artıracaq bir vahid. Bəli. Ona görə ədəd artır. Oldu müəllimə. Çox sağ olun. Ağdam adı ilə qoşulmuş müəllimə. Bəli, eşidirəm mən. Müəllimə, yuvarlaqlaşdırma zamanı hansı rəqəmə baxırsınız ədəddə? Ədədin sağındakı rəqəmə. Bəli, həmin mərtəbəni sağındakı rəqəmə baxırsınız. Neçə formada görə bilərsiniz oradakı rəqəmləri? 2 formada görə bilərik. Hansılardır? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Yaxşı, 0, 1, 2, 3, 4 olanda necə olur yuvarlaqlaşdırmada? 5-dən yuxarı olanda necə olur? 0-dan 4-ə qədər olanda azalma baş verir. 5-dən 9-a qədər olanda artım. Artma baş verir, bəli. Bəli. İndi azalma baş verən zaman mərtəbə
bəs olduğu kimi qalır, yoxsa o da dəyişir? Yox, azalma baş verəndə mərtəbə olduğu kimi qalır. Bəli, o həmin mərtəbə hansı mərtəbəyə qədər deyir? Bəli. Məsəl üçün bir nümunə deyək. Deyirəm 426. Burada yüzlüklərə qədər yuvarlaqlaşan zaman yüzlüyün sağındakı rəqəm hansıdır? 2. 2. Bəli, Onda 2. azalır, Yəni 400 26 olacaq. vahid azalacaq, amma yüzlük mərtəbəsi 4 olduğu kimi qalacaq. Ədəd azalacaq, əlbəttə, ədəd azalır. Mərtəbə, yəni hansı mərtəbəsi o, yəni onun rəqəmi olduğu kimi qalır, ədəd özü azalacaq. Doğrudur. Yaxşı, minliklərə qədər yuvarlaqlaşdırma zamanı ən böyük və ən kiçik ədədin cəmini tapmaq üçün nə edərsiniz? 2-yə vurub 1 çıxarım. Ay, ən asan qayda odur, 2-yə vurub 1 çıxarsın. Bəs digər qayda nədir? Digər qaydada da toplayaram. Məsələn, 1000-yə qədərdirsə 499 gəlirəm. Ən böyüyünü tapmaq üçün, ən kiçiyindən də 500-ünü çıxarım. Aha, sonra alınan nəticələri nə edirsiniz? Toplayacaqsınız. Burada ilk daha çox tezdir. Məsəl üçün, mənə deyir ki, 2000 alınan ən böyük və ən kiçik ədədlərin cəmini tapın. O saat 2002-yə vurub 1 çıxacam da. Ən rahatı budur, ən sadə yolu. Bu, yalnız minliklərə qədərmi aiddir, yoxsa digərlərinə? Bəli, onluqlarda da edə bilərsiniz, yüzlüklərdə də, minliklərdə də, 10 minliklərdə də, fərqi yoxdur. Çox sağ olun müəllimə. Çox sağ olun müəllimə. Aha. Şakir adı ilə qoşulmuş müəllimə. Axşamınız xeyir müəllimə. Axşamınız. Baxmısınız mı müəllimə dərsə? Bəli, bəli. Aha, lap yaxşı. Müəllimə, 1, 2, 3, 4, 0, 1, 2, 3, 4 rəqəmləri gələrsə sağdakı rəqəm yuvarlaqlaşdırma zamanı ədəd artacaq, yoxsa azalacaq? Azalır müəllim, azalır. Azalır. 5, 6, 7, 8, 9 gələn zaman Artıq olur. artacaq, bəli. Yaxşı, yüzlüklərə qədər yuvarlaqlaşdırma zamanı say neçə olur? 99. 99. Fərq neçə olur? Necə müəllim? Fərq neçə olur? Ən böyük və ən kiçiyin fərqi. O da 99. O da 99. O da 99. İstər onluqlarda olsun, istər yüzlüklərdə olsun, istər minliklərdə olsun. Hər yuvarlaqlaşdırmanın özünə məxsus sayla fərqi eyni olur. Onluqlarda 9 olur, yüzlüklərdə 99, minliklərdə 999, 10 minliklərdə 9999 belə artır. Yaxşı müəllimə, mən desəm ki 2367. 2367-ni minliklərə qədər yuvarlaqlaşanda nə alınır? Müəllimə bir də təkrar eləyin. 2367 ədədi minliklərə qədər yuvarlaqlaşdırın. Nəticə nə olacaq? Nəticə 2000. artım olur. Azalma gedir. Azalma gedir. Yanında 200 var. Azalacaq. Nə qədər? Neçə vahid azalacaq? 267. Bəli. 267. 2000 neçə dedik? 2367 dedik. 367 vahid azalacaq. Bəli, 367 vahid azalacaq. Aha. Oldu müəllimə, çox sağ olun. Keçdik Zənurə müəlliməyə. Axşamınız xeyir müəllimə, nə tərsiniz? Axşamınız xeyir, çox sağ olun. Siz yaxşı olun. Müəllimə, yuvarlaqlaşdırmanın sağındakı rəqəm necə formada gələ bilər? Müəllimə, yuvarlaqlaşdırmanın sağındakı iki formada gələ bilər. Aha. 0, 1, 2, 3, 4 olarsa bu zaman verilən mərtəbədə duran ədəddə, yəni o artmaz, azalar. Amma 5, 6, 7, 8, 9 olarsa ədəd öndəki ədədə bir vahid artım verir. Aha. Deməli, 0, 1, 2, 3, 4 olan zaman mərtəbədəki rəqəm olduğu kimi qalacaq. Ədəd azalacaq. Ədəd azalacaq. Bəli. 5, 6, 7, 8, 9 olduqda ədəd artacaq. Bəli, mərtəbədəki rəqəmdə bir vahid artacaq. Ədəd artacaq. Bəli. Yaxşı, minliklərdə, yüzlüklərdə, onluqlarda yuvarlaqlaşan zaman ən böyük və ən kiçik ədədin cəmini tapmaq üçün nə edirsiniz? Müəllimə,
Müəllimə, o zaman 2-yə vurub 1 çıxırıq. Aha. Belə də asan yolu. Digər ikiyə forması vurub, bir nədir? çıxırıq. Və digər forması da onluğa deyirsə üzərinə 4 gəlib, 5 çıxıb, sonra toplayırsan onların Ay, ikisini. sağ ol. Yüzlüyə deyirsə 49 gəlib 50 çıxırıq. Milliyə qədər 499 üzərinə gəlib 500 çıxırıq. Belə-belə sonra aldığımız ədədləri Cəmləyir. toplayırıq. Bəli, ay sağ ol. Bəs nə ilə nə eyni olur həmişə? Yəni o sayla Fərq. Fərq. yəni ədədin fərqli Ədədin fərqi deyil ha. O fərq bilirsiniz nədir? O- Ən böyüklə yuvarlaqlaşan Ən- zaman məsəl üçün alınan ən böyük ədədlə ən kiçik ədədin fərqi. Sayla Bəli. həmin fərq onluqlarda hamısında 9 olur, yüzlüklərdə 99, minliklərdə 999 bu şəkildə. 10 minliklər 9900 elə artar. Bəli, 9999 bu şəkildə gedir. Bunu yadınızdan çıxartmayın. 396 ədədində yuvarlaqlaşan zaman, yüzlüklərə qədər yuvarlaqlaşan zaman ədəd artacaq yoxsa azalacaq? Müəllimə artacaq. Çünki sağındakı ədəd 9-dur. O da bir vahid artım verir. Bəli. Artacaq, doğrudur. Bir şey de deyim sizə, 396 deyirəm. 396. Onluqlara qədər yuvarlaqlaşan zaman nə alınacaq? Müəllimə, onluqlara yuvarlaqlaşan zaman da belə yenə deyək. ədədin sağına Gəlin belə baxırıq. eləyək. 396-nı yüzlüklərə qədər yuvarlaqlaşdırın. Müəllimə, yüzlüyə qədər 396-nı yuvarlaqlaşdırdıq, oldu 400. 400. İndi onluğa qədər yuvarlaqlaşdırın. İndi də onluğa qədər yuvarlaqlaşdırdıq. Deməli 6-dırsa bir vahid önə artım. Müəllimə, yenə olacaq 400. Bəli. Bax, yadınızda saxlayın. Bir dənə 9 rəqəmidir ki, özündən ön mərtəbəyə bir vahid artım verir. Yəni gördünüzmü? 396 ədədin həm onluqlara qədər yuvarlaqlaşdırma zamanı, həm də yüzlüklərə qədər yuvarlaqlaşdırma zamanı hər ikisində eyni ədəd alınır. Hər ikisində 400 alınır. Çünki mən məsəl üçün onluqlara qədər yuvarlaqlaşan zaman 9 bir vahid artan zaman orada bir mərtəbədə 10 alınır. Mən onu orada belə deyim də 9 bir vahid artıranda onu orada yerləşdirə bilmərəm axı. Onun bir vahidini təzədən neçəyə verməliyəm? 4-ə verməliyəm. Başa düşdünüz? Yəni ona görə yadınızda saxlayın ki, yəni onluq belə deyim 9 rəqəmi gələrsə, 9 rəqəmi ön mərtəbəyə təsiri var. Bəli. Yəni o da bəzi ədədlərdə olur. Yəni 9 rəqəmin necə gəlməsindən asılı olaraq belə deyim də. Məsəl üçün sağındakı rəqəm olarsa heç bir fərqi yoxdur. Amma mərtəbənin üzərində elə 9 özü olarsa, mərtəbənin yerində 9 özü olarsa, bu zaman həm onluqlara qədər deyəndə də, həm yüzlüklərə qədər deyəndə də hər ikisində eyni ədəd alınır. Həmin mərtəbənin yerində 399-da da, məsələn, müəllimə 9 onluğa qədər deyirsə, öndəki ədədə bir vahid artım verir. Yəni o 9 o da 999-da deyirsiniz, müəllimə? Və 300 məsələn 99 olsun. 999-da da o qaydadır. Yəni 9 rəqəmi, yəni bir dənə o ön mərtəbəyə təsiri olur yəni. Bunun onluqlara qədər yuvarlaqlaşdıranda, bəzi hallarda yüzlüklərə qədər yuvarlaqlaşdıranda eyni ədəd alınır. İndi keçək, çox sağ olun Zənura müəllimə. Keçək Nigar müəlliməyə. Buyurun müəllimə. Müəllimə, baxmısınız da yəqin dərsə? Bir dəfə baxmışam, vaxtım az olub. Aha. Ona görə bir dəfə. Müəllimə, sağındakı rəqəm 0, 1, 2, 3, 4 olarsa mərtəbə artır yoxsa azalır? Ədəd artır yoxsa azalır? Azalır. Azalır. 5, 6, 7, 8, 9 olarsa? Artır. Artır, bəli. Yaxşı, yüzlüklərə qədər yuvarlaqlaşdırma zamanı ən böyük ədədi tapmaq üçün nə edirik? Ən böyüyünü tapmaq üçün. Ən böyüyünü tapmaq üçün 9 üstünə gəlirik. Üstünə neçə gəlirsiniz? 49. 49. Bəs ən kiçiyi tapmaq üçün?
50 çıxırıq. 50 çıxırsınız. Bəs minliklərdə? Minliklərdə də 449 gəlirik. 499 gəlirsiniz. 500 çıxırıq. 500 çıxırsınız. Bəli. Onluqlarda bəs? Onluqlarda da 4 üstünə gəlirik, 5 çıxırıq. 5 çıxır. Ay sağ ol. Bu qaydaları hər bir müəllimə yaxşı öyrənsin. Sonra testlərdə tətbiq edəcəksiniz bunlardan. Daha rahat olacaq sizə işləməyə. Həm onluqlarda, həm yüzlüklərdə, həm minliklərdə, həm 10 minliklərdə fərqi yoxdur. Yuvarlaqlaşdıran zaman ən böyük və ən kiçiyi tapmaq üçün ən asan qayda hansıdır? Cəmini tapmaq üçün. 2-yə vurub 1 çıxırıq. Bəli, 2-yə vurub 1 çıxırıq. 496 ədədini, müəllimə, 496 ədədini yüzlüklərə qədər yuvarlaqlaşanda ədəd artacaq, yoxsa azalacaq? Artacaq, bəli. Onluqlara qədər yuvarlaqlaşan zaman Yenə artacaq. yenə artacaq, bəli. Yaxşı, bəs sayla fərq necə olur onluqlarda, yüzlüklərdə, minliklərə qədər yuvarlaqlaşdırma zamanı? Müəllimə. Sayla fərq Sayla fərq eyni olur müəllim. eyni olur. Onluqlarda neçəyə bərabərdir? 9-a, Yüzlüklərdə, 99-a, minliklərdə? 999-a. Ay sağ olun. Bizə elə minliklərə qədər biləndə daha çox bu aralar düşür. Yenə də 10 minliklərdə də bilin ki 9999-dur. Aha, bunları da belə bildik. Oldu müəllimlər. İndi müəllimlər keçək testimizə.